5 iyun 2026-cı il tarixində Təhsildə Keyfiyyət Təminat Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində peşə təhsilində keyfiyyətin idarə olunmasına doğru daxili keyfiyyət təminatının formalaşması mövzusunda forum öz işinə başlayıb. Tədbirdən öncə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində infotur təşkil edilib. Forum iştirakçıları sözügedən mərkəzin fəaliyyəti ilə tanış olublar. Forumda ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Və Təhsildə Keyfiyyət Təminat Agentliyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Standartlara və normativ aktlara uyğunluqdur. Forumda açılış nitqi ilə çıxış edən Təhsildə Keyfiyyət Təminat Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov son illərdə ölkəmizdə peşə təhsilinə olan münasibətin müsbət mənada dəyişməsini təqdirəlayiq hal kimi qiymətləndirərək, dünya təcrübəsinə əsaslanmaqla peşə təhsilinin daha inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Peşə təhsilinin sənaye üçün vacibliyini qeyd edən İdarə Heyətinin sədri, həmçinin bu sahənin yerli kadrların yetişdirilməsində önəmli rol oynadığını bildirib. Eyni zamanda Tural Əhmədov peşə təhsilinin inkişafı üçün qarşılıqlı əlaqələrin və ünsiyyətin vacibliyini qeyd edib. Daha sonra çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov peşə təhsilinin ölkə iqtisadiyyatının təsirindən bəhs edərək sözü gedən sahəyə münasibət və hörmətin artırılmasının vacibliyini vurğulayıb. Dövlət Məşğulluq Agentliyinin peşə hazırlıq kursları haqqında məlumat verən Hasil Abbasov peşə təhsili ilə bağlı müvafiq təcrübələrini bölüşüb. Təhsildə Keyfiyyət Təminat Agentliyinin şöbə müdiri Samir Quliyev çıxış edərək təhsil müəssisələrində daxili və xarici keyfiyyət təminatı barədə danışaraq, keyfiyyət təminatının qarşılıqlı etimad və güvənə dayanan bir proses olduğunu qeyd edib. O, həmçinin daxili keyfiyyət təminat sistemlərinin formalaşdırılması zamanı əsas şərtlər haqqında danışaraq, keyfiyyət təminatının əsas məqsədləri və keyfiyyət mədəniyyətinin prinsipləri barədə forum iştirakçılarını məlumatlandırıb. Sonda çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev sözü gedən təhsil müəssisəsinin daxili keyfiyyət təminatı haqqında məlumat təqdim edərək forumun təşkili üçün minnətdarlığını bildirib. Məlumat üçün bildiririk ki, forumun əsas məqsədi peşə təhsil müəssisələrində institusional idarəetmənin təkmilləşdirilməsi, daxili keyfiyyət təminat sisteminin formalaşdırılması və keyfiyyət mədəniyyətinin təşviq edilməsidir. Forumda ölkənin peşə təhsil müəssisələrinin direktorları, keyfiyyət təminatı üzrə mütəxəssis və ixtisas fənn müəllimləri iştirak ediblər. Forum panel sessiyalarla öz işini yekunlaşdırıb.